Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 8-ci sinif dərsliyindən olan enerji, potensial və kinetik enerji mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Enerji dedikdə nə başa düşürük? Ümumiyyətlə enerji deyəndə çayların axmasını təmin edən, avtomobilləri və məişət qurğularını işlədən, bədənimizi isidən və hərəkət gətirən kəmiyyət nəzərdə tutulur. Yəni enerji bizim hər zaman ətrafımızda var. Yəni enerji olmasa bir anlıq həyat dayana bilər. Həmçinin biz iş anlayışında, yəni mexaniki iş anlayışında tanış olmuşduq ki, enerji olmasa iş görülə bilməz. Bir növ enerji ötürülməsi görülən işə bərabərdir. Yəni biz enerjimizi sərf edərək müəyyən işlər görürük. Şəkildə insan müəyyən enerjiyə malik olduğundan o baltanı hərəkət etdirərək oduncağı kiçik hissələrə bölür və iş görür. Bu zaman onun enerjisinin müəyyən hissəsi işin görülməsinə, bir hissəsi isə baltaya, digər hissəsi isə oduncağa sərf olunur. Baltaya sərf olunan hissəsi, çünki biz görürük ki, balta müəyyən müddətdən sonra isinir. Oduncaqda da görürük ki, oduncaq müəyyən iş görüldükdən sonra müxtəlif yerlərə hərəkət edir. Yəni bu zaman insan iş görərkən, müəyyən bir iş görərkən enerji itirir. Yəni enerjinin hər birinin hansı tərəflərə, hansı istiqamətlərə doğru təyin istiqamətlərə doğru ötürüldüyünü biz bu nümunədə gördük. Ümumiyyətlə, işin görülməsi üçün müəyyən enerji sərf olunur, enerji lazımdır. Hər bir iş müəyyən enerji tələb edir. Məsəl üçün, qaçış hərəkətini edərkən biz 700 kalori enerjiyə malik olmalıyıq. Velosiped sürərkən 500 kalori, həmçinin bu qədər enerji biz itiririk. Üzərkən 600 kalori, həmçinin ip atlama, piyada gəzmək, surfing, bunların hər birinin iş hesab etsək, görərik ki, bunların iş görülməsi üçün müəyyən enerji lazımdır. Cisimlərin iş görmə qabiliyyətini xarakterizə edən fiziki kəmiyyət enerji adlanır. Enerji skalyar kəmiyyətdir və Y hərfi ilə işarə olunur. Vahidi də jouldur. Bu da alimin şərəfinə belə adlandırılmışdır. Məişətdə enerji vahidi olaraq kalori qəbul olunmuşdur. Yəni biz müxtəlif ərzaqların üzərində kalori vahidinə rast gələ bilərik. Yəni biz kaloriyə əsasən məsələn gündəlik enerji tələbatımızı müəyyənləşdirə bilərik. Yəni kaloriləri hesablayaraq. Biz enerjini müxtəlif növ ərzaqlardan alırıq. Yəni hər bir enerjini, hər bir ərzağın müəyyən enerjisi vardır və bunlar ərzaqdan ərzağa dəyişir. Məsəl üçün bizim bu slaydda siz müxtəlif ərzaqların müxtəlif miqdarda enerjiyə malik olmasını açıq-aydın görürsünüz. Yəni biz adətən hər hansı bir enerji qəbul edərkən bilməliyik ki, hansı ərzaqlar hansı enerjiyə malikdir və gündəlik rasionumuzu buna görə təyin etməliyik. Müxtəlif nəqliyyat növlərində enerjisi yanacaqdan alınır. Yəni biz müəyyən nəqliyyat növünə yanacaq daxil edərkən elə bir onu müəyyən enerji ilə təmin etmiş oluruq. Yəni bu zamanda hər bir yanacaq növünün müəyyən enerjisinə malikdir. Yəni biz bunları düzdür sizinlə növbəti gələcək dərslərimizə keçəcəyik, amma yəni biləsiniz ki, bu oduncaq növləri, yanacaq, quru odun, spir və sair növləri olan yanacaq növlərində müəyyən enerjilərə malikdir. Ən böyük bizdə kainatda ən böyük enerji mənbəyi günəşdir. Bütün canlılar hər bir enerjisini məhz günəşdən alırlar. Yəni günəş tükənməyən enerji mənbəyi bizim üçün hesab olunur. Həmçinin müxtəlif hərəkətlər icra edərkən biz müxtəlif kalorilərdə enerji itiririk. Bunlar bizim şəkildə göstərilib. Yəni biz bilməliyik ki, hər bir enerji, hər bir hərəkət hansı enerjiyə malikdir. Ümumiyyətlə enerji mənbələri bərpa olunan və bərpa olunmayan enerji mənbələrinə bölünür. Biz bunları bəlkə də siz təbiət dərslərindən tanış olmusunuz. Bərpa olunmayan enerji mənbələri, yəni tükənən enerji mənbəsidir. Bizim üçün təbii qaz, kömür, neft, faydalı qazıntılar hesab olunur. Bərpa olunmayan enerji mənbələrin əslində bəzi xüsusiyyətlərə malikdir. Ekoloji təmiz deyil, yəni havanı işıqləndirmə xüsusiyyətinə malikdir. Qlobal istiləşməyə və ya iqlim dəyişikliyinə səbəb olur və tükənəndir bu enerji mənbələri. Məsəl üçün
faydalı qazıntıları buna aid edə bilərik. Qaz, neft, kömür, bunlar hamısı bu növlərə aiddir. Məsəl üçün, faydalı qazıntılar iqlim dəyişikliyinə səbəb olur. Çünki daha çox yeri əhatə edir və həmçinin bunu yanarkən ətrafı korlamaq, yəni ətrafı çirkləndirmə, havanı çirkləndirmə xüsusiyyətinə malikdir. Neft, qaz da dəniz və dibində, qum və palçıq altında qalan dəniz canlılarından əldə olunur və bu da bizdə tükənən enerji mənbəyinə aiddir. Kömür milyon il əvvəl palçıq altında qalmış ağaclardan əldə olunur. Bu vaxt ərzində oduncaq kömürə, lakin palçıq daş və qayalara çevrilir. Bərpa olunan enerji mənbələri, yəni tükənməyən enerji mənbələrinə biz günəş, suyun qüvvəsi, külək, nüvə, biokütlələr, bioqaz, geotermal enerji mənbələrinə aid edə bilərik. Bərpa olunan enerji mənbələri aşağıdakı xüsusiyyətlərə malikdir. Ekoloji təmizdir, qlobal istiləşməyə və ya iqlim dəyişikliyinə səbəb olmur, tükənməzdir. Geotermal enerji deyəndə yerin daxili qatı istidir. Bu zaman yerin dərinliyindən, isti qayalardan qeyzerlər, yəni qaynar şəkildə bulaqlar səthə çıxır. Bu həm qeyzerlərin enerjisi elektrik enerjisinə çevrilir, həm də bunlardan evlərin istilik təchizatı da təmin olunur. Hidroelektrik enerji deyəndə suyun enerjisi nəzərdə tutulur. Mənfi tərəfi suyun səviyyəsinin qalxması nəticəsində daşqınlar yaranır. Bu da insanları evsiz, əkinləri məhv edə bilər. Nüvə enerjinin əsas xüsusiyyəti çox böyük bir enerji mənbəyidir, təhlükəlidir, mütləq ciddi nəzarət tələb edir və radioaktiv maddələrdən əldə olunur. Bioqaz heyvan və bitki qalıqlarından əldə olunur. Bu da tükənməyən enerji mənbəsidir. Külək enerjisi günəşin yeri qeyri-bərabər qızdırması nəticəsində bəzi yerlər isti, digərləri isə soyuq hava kütləsinə malik olur. Bu fərqlilikdə külək cəryanının yaranmasına gətirib çıxarır. Suyun enerjinin əsas xüsusiyyətləri budur ki, suyun səviyyəsinin yüksək olduğu dənizlərdə stansiyanın qurulması çətindir və hər zaman sudan enerji əldə etmək olmur. Məsələn, sakit havada. Çünki su dalğalı olmalıdır ki, sən ondan enerji əldə edə biləsən. Günəş enerjinin əsas xüsusiyyətləri odur ki, ekoloji baxımdan təmizdir. Evdəki borularda suyu qızdırmaq üçün də istifadə oluna bilər. Fasiləsiz olaraq, hətta qaranlıqda belə günəşdən enerji əldə etmək mümkündür. Günəşin enerjisinin digər xüsusiyyətləri, günəş panelləri bahadır, lakin günəşin enerjisi qiymətsizdir, yəni tükənməzdir. Günəş panelləri evin damının bir neçə kvadrat metrini əhatə edərək evi tam enerji ilə təmin edir. Bioyanacaq təbiətdəki canlılardan, bitki və ağaclardan əldə olunur. Oduncaq enerji mənbəyi olub, ağac və kollardan əldə olunur. Spirt Hindistan və İndoneziyada yetişdirilən şəkər qamışından əldə olunur. Enerji tarazlığı deyəndə biz nəzərdə tutmalıyıq ki, bizim əldə etdiyimiz enerji sərf etdiyimiz enerjidən az olarsa, bu zaman çəkinin itirilməsinə səbəb olur. Əgər əldə etdiyimiz enerji sərf etdiyimiz enerjidən çox olarsa, bu zaman artıq çəkiyə səbəb olur, yəni çəkimizin artmasına gətirib çıxardır. Əgər əldə etdiyimiz enerji sərf etdiyimiz enerjiyə bərabər olarsa, bu zaman biz olduğumuz çəkidə qala bilərik. Enerjinin müxtəlif növləri var. Səs enerjisi, istilik enerjisi, işıq enerjisi, mexaniki enerji, elektrik enerjisi, nüvə enerjisi, bioenerji, kimyəvi enerji və s. kimi göstərmək olar. Yəni burada da sizin üçün enerji növlərini göstərilmişdir. Daxili enerji deyəndə maddəni təşkil edən atom və molekulların hərəkət və qarşılıqlı təsirlərini xarakterizə edən enerjidir. Yəni biz bu enerjini şəkillərdə, nümunələrdə görə bilərsiniz. Yəni daxildə baş verir bu enerji və bu enerji həmçinin istilik enerjisi də adlandırılır. Çayın istisi, əllərimizi bir-birinə sürtərkən əlimizdə yaranan o enerji, istilik, həmçinin müəyyən bir plitənin üzərində qoyarkən müəyyən suyun qaynaması və istilik qızması və oduncağın yanarkən malik olduğu enerji, günəş enerjisi, lampanın enerjisi, biz bunu daxili enerji sırasına aid edə bilərik. Həmçinin müxtəlif nümunələri göstərə bilərik istilik enerjisinə.
Elastik enerji dedikdə, elastik cisimlərdə yaranan enerji nəzərdə tutulur. Yəni hansı cisimlərdə elastiklik varsa, o enerji, o həmin cisim elastiklik enerjisinə malik olur. Şəkillərdə bunu açıq-aydın göstərilmişdir. Bioenerjini dedik ki, hansı enerjilərdir? Müxtəlif ərzaq və qalıntılardan qalan enerjilər hesab olunur. Kimyəvi enerji ilə tanış olaq. Kimyəvi enerji ərzaq və yanacaqlardan əldə olunan enerjidir. Yəni biz müəyyən ərzaq qəbul etdiyimizdə bizim daxilimizdə malik olduğumuz enerji kimyəvi enerjidir. Hər hansı bir ərzağı, yanacağı yandırarkən o zaman da kimyəvi enerjidir. Və müxtəlif enerji növlərinin də biz müxtəlif sahələrdə biz kimyəvi enerji növünə rast gələ bilərik. Həmçinin burada da əzələ qüvvəmiz, əzələmizin daxilində. Çünki müəyyən hərəkətlər, müəyyən proseslər gedir biz yeməyi, ərzağı qəbul edərkən. Bu zaman biz kimyəvi enerjiyə malik oluruq. Səs enerjisi adından göründüyü kimi səs mənbələrinin yaratdığı enerjidir. Əslində səs də özündə müəyyən enerji daşıyır. Biz səs haqqında olan bölməni biz gələcək dərslərimizdə sizinlə tanış olacaq. Sadəcə burada bilməlisiniz ki, səs də müəyyən enerjiyə malikdir. Həmçinin burada da səs enerjisinə aid nümunələri görə bilərsiniz. İşıq enerjisi adından göründüyü kimi işıq mənbələrinin yaratdığı enerjidir. Yəni işıq yaranarkən, yəni işıq ətrafa saçılarkən müəyyən enerji özünə daşıyır və bu enerji sayəsində biz günəşdən tükənməyən sonsuz şəkildə enerji əldə edə bilirik. İşıq enerjisinə yenə də bu misalları, bu nümunələri göstərə bilərik. Atom enerjisi atom nüvələrinin daha kiçik zərrəciklərlə qarşılıqlı təsirini xarakterizə edən enerjidir və biz bu enerjini atom elektrik stansiyalarında rast gələ bilərik. Çox təhlükəli enerji növüdür. Daim nəzarət tələb olunur. Nüvə enerjisi həmçinin atom enerjisini deyə bilərik. Elektromaqnet enerji deyəndə elektrik yükünə malik olan zərrəciklərin və qarşılıqlı təsirlərini xarakterizə edən enerjidir. Biz bu gündəlik həyatda elektromaqnet enerjisinə çox geniş rast gəlirik. Şəkillərdə də görürsünüz. Dalğa enerjisi. Əsasən suda müəyyən dalğalar olarkən biz dalğanın da enerjisindən istifadə edə bilirik və böyük bir ətrafa, yəni ondan müəyyən qədər elektrik, yəni enerji əldə etmək mümkündür. Elektrik enerjisi, bilirik ki, elektrik enerjisi də geniş bizim gündəlik həyatda müasir dövrdə daha çox istifadə olunur. Mexaniki enerji deyəndə mexaniki hərəkət və qarşılıqlı təsiri xarakterizə edən enerjidir. Yəni burada həm hərəkət olmalıdır, həm də cisimlər arasında qarşılıqlı təsir olmalıdır. Yəni müəyyən qüvvələr meydana çıxmalıdır. Mexaniki enerjinin bir sıra növləri var. Biz onlarla sizinlə tanış olacaq. Ümumiyyətlə mexaniki enerjinin danışarkən iki növündən danışılır bizdə. Kinetik və potensial enerjisidən. Kinetik və potensial enerjini də biz bu dərsimizdə öyrənəcəyik və bilməliyik ki, enerji kimi kinetik və potensial enerji skalar kəmiyyətdir, vahidi jouldur. Kinetik enerji deyəndə ümumiyyətlə hərəkətlə bağlı götürülür. Yəni biz harda hərəkət görürüksə, bir zaman deyə bilərik ki, bu cisim kinetik enerjiyə malikdir. Nümunələrdə də göstərilib, məsəl üçün yerləncəyin hərəkəti, topun hərəkəti, ümumiyyətlə nə hərəkət görürsünüzsə ətrafda, onda bilməlisiniz ki, bu zaman cisim kinetik enerjiyə malikdir. Həmçinin bu nümunələrdə də görə bilərsiniz, cisimlər kinetik enerjiyə malik olur, çünki hərəkət var. Yenə də burada da görə bilərsiniz. Maşının hərəkəti, güllənin hərəkəti, təyyarənin hərəkəti, külək mühərrikinin pərlərinin hərəkəti, insanın qaçması, velosiped sürən zaman idmançının malik olduğu enerji, kinetik enerji siyasına daxil etmək olur. Potensial enerji dedikdə cisimlərin və ya cismin hissəciklərinin qarşılıqlı təsiri zamanı yaranır. Yəni biz burada baxmalıyıq ki, əgər cisimlər arasında müəyyən qarşılıqlı təsir varsa, cismə qarşı müəyyən qüvvələr meydana çıxırsa, biz bu zaman cismin potensial enerji malik olduğunu deyə bilərik. Potensial enerji qarşılıqlı təsir zamanı yaranır. Məsəl üçün elastik yayı biz sıxırıq, dartırıq. Bu zaman deyə bilirik ki, biz potensial enerjiyə malikdir. Həmçinin müəyyən cismin yuxarıdan aşağıya doğru hərəkəti biz burada potensial, çünki ağırlıq qüvvəsinə qarşı biz iş görmüş oluruq. Bu zaman deyə bilərik ki, potensial enerjiyə malikdir. Ümumiyyətlə, adətən potensial enerji hündürlüklə bağlı olur ya da elastik yayda yaranan cisimlərdə, elastiklik xüsusiyyətinə malik olan cisimlərdə də potensial enerjiyə malik olur.
Baxın, oxun atarkən burada da yay hissəsi elastiklik xüsusiyyətinə malikdir və yaxud cismin yuxarıdan aşağıya hərəkət etməsi, yəni insanın yuxarıdan aşağıya hərəkət etməsi və suyun da yuxarıdan, bəzi şəlalələrin yuxarıdan aşağı hərəkət etməsi də potensial enerjiyə malik olduğunu deyə bilərik cismin. Enerji mühüm xüsusiyyətlərindən biri də onun bir növdən başqa növə çevrilməsidir. Yəni enerji ümumiyyətlə itmir, hər zaman bir növdən digər növə çevrilir. Məsəl üçün, küləyin kinetik enerjisindən, yəni küləyin biz əgər külək mühərrikinin pərlərini hərəkətə getirirsə, bu zaman külək kinetik enerjisi çevrilir elektrik enerjisinə. Yəni biz küləkdən elektrik enerjisi ala bilirik. Həmçinin suyun potensial enerjisi su müəyyən hündürlükdən hərəkət edirsə, suda müəyyən qarşılıqlı təsir yaranır. Bu zaman onun enerjisindən də biz elektrik enerjisi əldə edə bilərik. Yəni biz görürük ki, açıq-aydın ki, bir enerji digər enerjiyə çevrildi. Digər slaydda bizdə belə bir sual verilir. Əlinizi bir-birinə sürtdükdə nə hiss edirsiniz? Sizcə bunun səbəbi nədir? Biz əlimizi bir-birinə sürtə biliriksə, biz ilk öncə müəyyən enerjiyə malik olmalıyıq. Biz enerjini adətən insan olaraq qidadan əldə edirik və qidada da aldığımız enerji daxildə müəyyən proseslər gedir. Bu proseslər kimyəvi enerji növünə aiddir. Kimyəvi enerji malik oluruq. Daha sonra kinetik, yəni hərəkət edirik. Əllərimizi bir-birinə sürtən zaman müəyyən hərəkətə malik oluruq. Biz bu zaman deyirik kinetik enerjidir. Sonra həmin o enerjinin bir hissəsi istilik enerjisinə çevrilir. Çünki əlimizdə müəyyən istilik hiss edirik bir müddətdən sonra. Bir də müəyyən səs də müəyyən müşahidə olunur. Və bu zaman deyə bilərik ki, bizim o kinetik enerjimiz istilik və səs enerjisinə çevrildi. Həm şəkildə diqqətlə baxsaq, bizdə dağ zirvəsində toplanan qarın hansı enerjiyə malik olduğu soruşulur. Ümumiyyətlə, dağ zirvəsində olanda biz ümumiyyətlə hündürlüklə bağlı danışdıqda deyirik ki, o potensial enerjidir. Çünki potensial enerji adətən müəyyən qüvvələrlə qarşılıqlı təsir nəticəsində yaranır. Dağın başında olan ağırlıq qüvvəsinə qarşı iş görmüş olur. Amma qar uçqununda isə biz burada həm hərəkəti görürük, həm də ağırlıq qüvvəsinə qarşı iş görüldüyünü görə bilirik. Yəni biz burada deyə bilərik, həm kinetik var, həm potensial. Amma təkcə qar dağın başında olarkən cisim yalnız potensial enerjiyə malik olur. Çayın qarşısında qurulan bəndlə müəyyən hündürlüyə qaldırılan su hansı enerjiyə malikdir? Yenə dedik, hündürlüklə bağlı suallarda biz potensial enerji götürürük. Çünki orada müəyyən qarşılıqlı təsirlər meydana çıxır. Açılan bənddən axan su hansı enerjiyə malikdir? Axan su artıq hərəkətlə bağlıdır. Biz burada götürə bilərik kinetik enerji, həmçinin potensial enerji də götürə bilərik. Çünki bəndlə su arasında müəyyən qarşılıqlı təsir yaranır. Həm potensial, həm kinetik bu sualda cavab kimi götürülür. Topdan atılan mərmi hansı enerji alır? Atılan mərmi həm kinetik, həm potensial kimi götürülür. Çünki həm hərəkət var, həm qarşılıqlı təsir var. Burada hər ikisini aid etmək olar. Məsəl üçün, bu nümunədə bizə verilib ki, metal kürəciyi yer səthindən qaldırılıb müəyyən hündürlükdə saxladıqda nə baş verir? Birinci sualda mexaniki iş görülürmü? Əslində mexaniki işin görünməsi üçün biz bilirik ki, həm qüvvə olmalıdır, həm yerdəyişmə olmalıdır. Düzdür, bizdə burada müəyyən qüvvə var. Ağırlıq qüvvəsinə qarşı iş görülmüş, hesab olunur deyə bilərdik. Amma nəzərə alın ki, biz burada cismin, yəni metal kürəcinin heç bir hərəkəti olmur. Çünki onu əlində saxladı. Əgər müəyyən hündürlükdə saxladığı anda biz deyə bilərik ki, burada heç bir iş görmür. Çünki yer dəyişmə sıfıra bərabərdir. Lakin əlindən topu atan zaman burada deyə bilərik ki, kürəcik müəyyən işə malik oldu, iş görüldü. Kürəcik hansı enerjiyə malik olur? Əgər tutub saxlayan zaman biz deyə bilərik ki, kürəcik yalnız potensial enerjiyə malikdir. Çünki hərəkət yoxdur. Hərəkət olmadığına görə biz deyə bilərik A variantında mexaniki iş görülmür. B variantında isə mexaniki işin enerji isə potensial enerjidir. Çünki hündürlüklə bağlıdır. İndi bizdən soruşulur ki, həmin hündürlükdən sərbəst buraxırıq. Bu zaman hansı qüvvə iş görür? Biz burada deyə bilərik ki, artıq iş görmə baş verdi. Çünki qüvvə də var idi, yer dəyişmə də vardı. Qüvvə bizim üçün götürəcəyik ağırlıq qüvvəsi. Sonra və deyə bilərik ki, A variantında həqiqətən də iş görüldü. Ağırlıq qüvvəsinə qarşı iş görüldü.
Kürəcik yer səthinə düşən anda hansı enerjiyə malik olur? Düşən anda deyə bilərik ki, cisim kinetik enerjiyə malik olur. Çünki sürətinin maksimum qiymətinə çatdığına görə deyirik ki, bu artıq kinetik enerjiyə malik olmuş olur. Digər nümunəyə baxır. Şəkillərdə şagirdlər idman dərsində qaçırlar. Bizdən soruşulur. Şagird qaçarkən hansı növ enerjiyə malikdir? Şagird qaçarkən əsasən mexaniki enerjinin bir növü olan kinetik enerjiyə malikdir. Çünki hərəkət edir. Şagird qaçmaq üçün lazım olan enerjini necə əldə edir? Biz bilirik ki, ümumiyyətlə qaçmaq üçün, ümumiyyətlə bir iş görmək üçün biz enerjini insan olaraq ərzaqlardan qəbul edirik. Bu ərzaqlarda da biz qəbul edərkən bizim daxilimizdə kimyəvi proseslər gedir və buna görə deyə bilərik ki, bu zaman biz kimyəvi enerjiyə malik olur. Qaçış zamanı ayaq əzələlərin rolu nədir? Qaçış zamanı ayaq əzələlərin rolu ondan ibarətdir ki, bizi hərəkət etdirə bilir. Yəni biz onun sayəsində müəyyən yerdəyişmə qət etmiş oluruq və bu zaman deyə bilərik ki, biz həm enerjiyə malikik, həm də müəyyən iş görürük. Digər slaydda bizdən soruşulur, enerji növlərini müəyyənləşdirin. Gəlin baxaq. Şəkillərdə birinci şəkildə cismi müəyyən istiqamətə doğru dartmaq, ağacdan almanın düşməsi, topun hərəkəti. Biz bunları ümumiyyətlə götürə bilərik, hərəkətlə bağlı olduğundan deyə bilərik ki, bu enerji bizdə mexaniki enerjidir. Mexaniki. Digər enerjiyə baxsaq, istilik görə bilərik. Çünki ətrafa istilik yayılır. Bunu deyə bilərik ki, istilik enerjisi. Amma digər şəkildə biz işıq görürüksə, işıq enerjisi. Digər nümunədə biz kimyəvi proseslər görürük. Çünki burada kimyəvi atom və molekulların hərəkəti, kimyəvi proseslərin getdiyini görə bilirik. Buna görə burada yaza bilərik kimyəvi. Digər şəkildə səslə bağlı hadisələr görürük. Səs enerjisi deyə bilərik. Digər halda maqnit enerjisi deyəcəyik. Çünki burada hətta elektromaqnit də deyə bilərik. Çünki biz bunu düz etsinə sonra keçəcəyik. Elektromaqnit, çünki bu kranda müəyyən maqnit sahəsi yaranır. Maqnit sahəsinin nəticəsində bu cismi yuxarıya doğru qaldıra bilir. Sonra digər hərəkətə baxsa, elektriklə bağlı hərəkətdir. Yəni elektrik enerjisinin sayəsində bu cihazlar hamısını işləyə bilir. Elektrik enerjisi götürürük. Digər şəkildə isə bizdə bu proseslər ancaq atom nüvəyə aid olunur. Ona görə də bu enerjini atom enerjisinə aid götürə bilərik. Demək, biz bu şəkildə sizinlə enerji növlərini müəyyənləşdirdik və onlar arasında fərqi görə bildik. Digər suala baxaq. İdmançı ox atma yarışında iştirak edir. İdmançı yayı dartarkən iş görürmü? Əslində yayı dartan zaman əslində yayın hərəkəti olmadığından, yəni oxun hərəkəti olmur. Sadəcə yayı dartırıq. Yayı dartarkən müəyyən iş üzərində heç bir iş görülmür. Lakin ox hərəkət edən zaman biz deyə biləcəyik ki, artıq iş görülür. Yayı dartıb saxladıqda, əgər dartan prosesdə biz iş görməsini deyə bilərik. Amma dartıb saxlayan anda biz deyə bilmərik burada artıq iş görülür. Mütləq orada hərəkət mövcud olmalıdır. Təbii ki, biz burada görə bilərik ki, dartan zaman müəyyən qədər yayın gərilməsi baş verir və bu da elastiklik qüvvəsi malik olur və yay hansı enerjiyə malikdir? Dartıb saxlayanda artıq bizim enerjimiz potensial enerjidir. Çünki biz əvvəlki slaydlarda dedik ki, potensial enerji elastik yayda yaranır. Çünki burada qarşılıqlı təsir mövcud olur. Qarşılıqlı təsir də bizdə elastiklik qüvvəsidir. Yayı sərbəst buraxdıqda elastik yayın gördüyü iş gördüyünü nəyə əsasən demək olar? Elastik buraxdan zaman yayın hərəkətini müşahidə edirik. Bir də orada müəyyən qüvvə yaranır. Qüvvə bizdə elastiklik qüvvəsidir. Elastiklik qüvvəsi yarandığından biz deyə bilərik ki, burada iş mövcuddur. Həm qüvvə var, həm yerdəyişmə. D-də dartılmış yayın enerjisi hansı enerjiyə çevrilir? Dartılmış yayın enerjisi bizdə dartılmış yayın enerjisi ümumiyyətlə əvvəlcə potensial enerjidir və hərəkət etdiyi zaman kinetik enerjiyə çevrilir. Yəni biz deyə bilərik ki, burada potensial kinetik enerjiyə çevrilmə prosesi baş verir. Digər nümunəyə baxaq. Usta mismarı taxtaya vurmaq üçün əvvəlcə çəkici yuxarı qaldırır.
Sonra isə sürətlə mismara vurur. İndi suallar verilib bizə. Çəkici yuxarı qaldırıb saxladıqda o hansı enerjiyə malik olur? Biz bu anda deyə bilərik ki, cisim potensial enerjiyə malikdir. Çünki müəyyən hündürlük var və o ağırlıq qüvvəsinə qarşı iş görür, müəyyən qarşılıqlı təsir yaranır. Bu zaman cismin malik olduğu enerji potensial enerjidir. Çəkici sürətlə aşağı endirdikdə mexaniki enerji növləri necə dəyişir? Aşağı endirən zaman siz görə bilərsiniz ki, əvvəlcədən potensial enerji idi, sonra çevrildi kinetik enerjiyə. Ona görə də burada çevrilmə olaraq biz götürə bilərik ki, potensialdan kinetik enerji çevrilməsi baş verdi. Taxtaya vurulan mismar üzərində iş görülürmü? Biz mismar üzərində müəyyən iş görüldüyünü deyə bilərik. Çünki müəyyən qüvvə tətbiq olunur və mismarın da hərəkətini müşahidə edə bilərik. Mismar əvvəl yuxarıda idi, sonra yavaş-yavaş aşağıya, yəni taxtanın içərisinə doğru hərəkət etməyə başlayır. Bu zaman biz deyə bilərik ki, burada həm qüvvə, həm yer dəyişimi olduğundan mismar üzərində müəyyən iş görülür. Gəlin digər nümunəyə baxaq. Bu nümunə nisbətən sadədir. Yəni potensial və kinetik enerji növlərini biz əvvəlki slaytlarda sizinlə tanış olduq. Gəlin onları müqayisə edək. Uçan quşun malik olduğu enerji. Uçan quş deyirsiksə, bilirik ki, quş müəyyən hündürlükdən götürülürsə, bu zaman deyə bilərik ki, burada həm hərəkət var, həm qarşılıqlı təsir var, hündürlük də var. Bu zaman birik ortaya daxil edəcəyik. Yəni burada həm kinetik, həm də potensial enerji olduğundan deyə bilərik ki, bir hər ikisinə aiddir. Üfüqi yolda hərəkət edən oğlanın malik olduğu enerji. Üfüqi yolda hərəkət edirsə, biz burada hündürlükdən danışa bilmərik. Sadəcə hərəkət olduğundan biz bunu kinetik enerjiyə aid edəcəyik. Dartılmış yayın malik olduğu enerji. Dartılmış yayın malik olduğu enerji potensial enerjidir. Çünki hərəkət yoxdur, yalnız qarşılıqlı təsir var. Dağın zirvəsində dayanmış adamın malik oldu. Dağın zirvəsində də biz götürəcəyik yalnız potensial enerjidir. Çünki yenə də burada qarşılıqlı təsir var, hərəkət yoxdur. Hündürlükdən düşən topun malik olduğu enerji. Hündürlükdən düşən zaman burada həm hündürlük, həm də hərəkət olduğundan biz bunu hər ikisinə aid edəcəyik. Həm kinetikə, həm də potensial enerjiyə. Keçək digər nümunəyə. Bu nümunə də onun kimidir, sadəcə fərqli nümunələr verilib. Bizdə uçan təyyarənin malik olduğu enerji soruşulur. Uçan təyyarənin malik olduğu enerji hər ikisinə aiddir. Həm kinetikə, həm potensiala. Çünki burada həm hərəkət var, həm hündürlük və qarşılıqlı təsir var. Üfüqi yolda hərəkət edən avtomobilin malik olduğu enerji. Burada yalnız kinetik enerjiyə götürəcəyik. Çünki hündürlük yoxdur. Sıxılmış yayın malik olduğu enerji. Bunu biz potensial enerji götürəcəyik. Çünki burada qarşılıqlı təsir var. Dağın zirvəsində dayanmış alpinistin malik olduğu enerji. Bu zaman alpinist müəyyən hündürlükdədir, yəni hündürlüyə malikdir, qarşılıqlı təsir var, lakin hərəkət olmadığından təkcə potensial enerji aid edəcəyik. 5-də isə şəlalədən axan suyun malik olduğu enerji. Şəlalədən axan su müəyyən hündürlükdə axır, həmçinin hərəkət olduğundan hər ikisinə aid edirik, həm kinetikə, həm də potensiala. Deməli, biz bugünkü dərsimizdə sizinlə kinetik və potensial enerji növləri ilə tanış olduq və o növlər haqqında müəyyən fərqlərə baxdıq. Tək mexaniki enerji deyil, digər enerji növləri ilə də sizinlə tanış olduq. Öyrəndiniz ki, ümumiyyətlə enerjinin müxtəlif növləri var və enerji skalyar kəmiyyətdir, Y hərfinə işarə olunur və enerjinin hər bir növü haqqında biz müxtəlif nümunələrə baxdıq və məsələ həlləri ilə isə sizinlə tanış olduq. Dərsimiz bu qədər, gələn dərslərə qədər. Sağ olun.